Bağışlayan və mehriban Allahın adı ilə. Dünya ədalətə teşnədir. Bütün insanlığa tarix boyu zülm və haqsızlıq hissə-hissə sarsıtmış, amma eyni zamanda insanlıq hər dəfə yeni bir ümidlə ayağa qalxmağa çalışmışdır. Tarix dövrləri dəyişdi, imperiyalar quruldu və yıxıldı, amma bir həqiqət dəyişmədi. İnsanlar ədalət arzuladı. Bu gün dünyaya nəzər salanda görürük ki, bu teşnəlik, ədalət teşnəliyi indiyə kimi heç vaxt olmadığı qədər dərin hiss olunur. Zəiflərin haqqı tapdanır, millətlər istismar edilir, fərdin dəyəri iqtisadi və siyasi maraqlara qurban verilir. İnsanlar içdiyi suyun, yediyi yeməyin, qazandığı pulun da haqlı olub-olmadığını bilmədiyi bir sistemin daxilində mübarizə aparırlar. Dünyanın ən işıqlı və mütərəqqi ölkələrində də eyni narahatlıq hiss olunur. Ədalət yoxdur. Bəs ədalət nədir? Ədalət sadəcə qanunların tətbiqi deyil. Ədalət insanlığın ruhudur. O, hər bir fərdin haqlarının qorunduğu, heç kəsin başqasını istismar etmədiyi, dünya nizamının haqq və insafla bərqərar edildiyi bir gerçəklikdir. Ədalət güclülərin zəifləri udmadığı, insanların vicdanla idarə edildiyi bir sistemdir. Bu gün insanlıq böyük bir dönüm nöqtəsindədir. Tarix boyu insanlar zülmdən bezib, amma indiki zamandakı kimi bütün millətlər, dinlər və irqlər eyni anda bir şeyi tələb etməmişdir. Həqiqi ədalət. Bu təbii bir proses deyil. Bu, tarixin axını dəyişdirmək üçün verilən ilahi bir ismarızdır. Bu gün dünyanın səsləndirdiyi bu ilahi istək tək bir yerdən cavab tapacaq. Ədalətin qövhəri olan haqq rəhbərin zuhuru. Allahın izni ilə haqq və ədaləti bərqərar edəcək o şəxs, bütün peyğəmbərlərin vədlərinin tamamlayıcısı olan İmam Məhdi əleyhissalamdır. O sadəcə bir millətin, bir inancın deyil, bütün insanlığın xilaskarıdır. Onun zuhuru zülmdən yorulmuş bəşəriyyətin son ümidi və haqqın böyük qələbəsi olacaq. Biz, bütün insanlıq, bu böyük dəyişikliyin astanasındayıq. İndi sual budur. Biz bu ədaləti tələb etməyə hazırıqmı? İnsanlıq olaraq bu böyük gün üçün daxilimizi, cəmiyyətimizi, sistemimizi hazırlamışıq. Zuhurun elçisi olmaq üçün özümüzə nə dəyişdirəcəyik? Bu sualları cavablandıranlar, bu çağırışa cavab verənlər sabahın ədalət dolu dünyasının memarları olacaq. Rədd olunmuş gün yaxındır. O günə hazır olaq. Elmi Cəfər İslam Maarif Mərkəzi.